Yəni o icazələri kimlər verir? Məsələ odur. Yəni mən iş adamıyam, belə pulum var, nəsə tikmək istəyirəm. Yəni bu rüşvətləri kimlər alırlar? Bu texniki qaydaları kimlər pozurlar? Məsələn, mən bayaq şəhərdə gəlirəm, bir rəfiqəmlə danışıram, şəhərin tən ortasında, Səməd Vurğun küçəsində yeni tikili bir binada yaşayır. Deyir ki, biz 2 ildə özümüzü öldürürük ki, bu binanın altındakı klinika bura yerləşdirilməsin. Kimsə aldı qeyri-yaşayış sahəsinə. Orada klinika açıb, bir də təcili yardımı ilə bərabər klinika açıb. Orada rentgen aparatı var, nə bilim o var, bu var. Yəni insan sağlamlığı üçün təhlükə ola biləcək aparatura yerləşdirilib, cihazlar yerləşdirilib. Nə orada xəstəxananın özü standartlara uyğundur, nə də yaşayış binası artıq standartlara uyğundur. Nə yaşamalıdır, nə malıcı olmalıdır. Yəni şəhəri kim bu günə qoyur, kim kör qoyur? Yəni bu icra hakimiyyətlərinin icazəsi olmadan biz bilirik ki, bir dənə kol əkə bilməzsən.